dərinliyinə görə, müdafiə dərinliyinə görə öz raketlərini azdan çoxa istifadə etdi. Baxın, 300 kilometr məsafə, 500 kilometr məsafələrdə olan şahabları verdi, Rusiya istifadə etdi, Husilərə verdi, Fattahı verdi və şahabı verdi və s. və s. və s. Qüds silahını sonra verdi. Özü atacaq uzaq mənzilli və dağıdıcı raketləri son ana saxladı. Necə ki, bu ardıcıllıqla planı qurub, bizim görmədiyimiz bir hissədə, görmədiyimiz bir mənzildə onun qeyd etdiyi sürpriz var. Bax, bugün İsraillə Amerika... Məsələn, o sürpriz İsrailin nüvə obyektləri ola bilərmi? Onların hədəfi ola bilərmi? Çünki biz də bilirik, İsraildə də burada bir məsələ var. Onu mən təhlil edə bilmədim, amma söz olaraq istəyirəm ifadə edim. İran Ali dini lideri dedi ki, bu Amerika üçün geri dönməz bir təhlükədir. Demədi İsrail üçün. Dedi Amerika üçün bir geri. Bax, bu nədirsə, bunu heç kim bilmir. Ya bunu biz bilməyəcəyik, quru əməliyyatı və s. və s. həyata keçiriləcək, ya bu müharibə uzanarsa, biz Amerikanın, belə desək də,